Yeremiya 2-ci fəsil. İsrailin yoldan azması. Mənə Rəbbin sözü nazil oldu. Ged Yerusəlimə ucadan elan elə ki, Rəbb belə deyir. Mən sənin cavanlığındakı mehrini, gəlin olanda məhəbbətini, səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım. Onda İsrail Rəbbə həsr olunmuşdu və onun məhsulunun nübarı idim. Onu udmaq istəyənlərin hamısı mühakimə olunur, üstlərinə bəla gəlirdi. Rəbb belə bəyan edir. Ey Yaqub nəsli, ey İsrail nəslinin bütün tayfaları, Rəbbin sözünü eşidin, Rəbb belə deyir. Atalarınız məndə nə haqsızlıq tapdılar ki, məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər. Özləri də puç adam oldular. Daha demədilər ki, Misir torpağından bizi çıxaran, səhrada, uçurumlarla dolu boz çöllərdə, ölüm kölgəsində qalan quraq torpaqda, bir insanın keçmədiyi, heç kəsin yaşamadığı diyarda gəzdirən Rəbb hardadır? Mən sizi bərəkətli torpağa gətirdim ki, onun meyvələrindən və neymətlərindən dadasız. Ancaq siz ora girən kimi torpağımı murdar elədiniz. Mülkümü iyrənc bir yerə çevirdiniz. Kahinlər Rəbbi axtaraq demədilər. Qanun müəllimləri məni tanımadılar. Rəhbərlər mənə qarşı üsyan elədilər. Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik elədilər. Faydasız şeylərin dalınca getdilər. Buna görə Rəbb belə bəyan eləyir. Mən yenə sizlə çəkişəcəyəm. Mən övladlarınızın övladları ilə da çəkişəcəyəm. Siz Kittim adalarına gedib görün. Gedara adam göndərib öyrənin. Görün, belə bir şey oldu mu? Bir millət Allahlarını dəyişdirdimi? Əslində onlar Allah deyil, ancaq mənim xalqım öz cəlalını faydasız bütlərə dəyişdi. Ey göylər, siz buna heyrət eləyib tir-tir əsin və dəhşətə gəlin. Rəbb belə bəyan eləyir, çünki xalqım iki pis əməl elədi. Məni axar suların mənbəyini atıb özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər. Məyər İsrail quldur, yoxsa o kölə doğulmuşdu? Bəs nə üçün qarət malı oldu? Onun üstünə cavan aslanlar nərildədi və səslərini ucaltdılar. Ölkəsini viran elədilər. Şəhərləri yandı, bir nəfər sakin qalmadı. Nov və Taxpanxes sakinləri sənin başını yardı. Səni yolla aparan Allahın Rəbbi tərk eləməklə bu işi öz başına gətirmədinmi? Bəs şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən? Səni öz pisliyin cəzalandıracaq, dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, məndən qorxmamağın pis və acı şeydir. Ordular Rəbbi Xudavənd belə bəyan eləyir. Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın və sənə qulluq eləməyəcəyəm dedin. Üstəlik, hər uca təpənin üstündə, hər kölgəli ağacın altında yerə sərilib, bütlərə səcdə eləyərək mənə xəyanət elədin. Mən səni gözəl meynə, tərtəmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də, yenə günahın önümdə ləkə kimi qalacaq. Xudavənd Rəbb belə bəyan eləyir. Axı, necə deyə bilərsən ki, murdar olmadım? Baal bütlərinin ardınca getmədim. Dərədə necə rəftar elədiyinə bax, neynədiyini gör. Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi, şəhvətlə havanı iyiləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən. Qızanda onu kim saxlaya bilər? Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar. Ayaq-yalın gəzmə, boğazın susuzluqdan qurumasın. Ancaq sən dedin, xeyr olmaz, çünki mən yad Allahları sevdim və onların ardınca gedəcəyəm. Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri və peyğəmbərləri ilə birgə eləcə utanırlar. Onlar ağaca atamsan, daşa bizi sən doğdun deyir. Çünki mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə qalxıb bizi qutar deyirlər. Bəs özün üçün düzəltdiyin bütlərin hardadır? Başına bəla gəldiyi vaxt səni qutara bilərlərsə, gəlsinlər.
Sənin Allahların şəhərlərinin sayı qədərdir, ey Yahudam. Ne üçün məndən çəkişirsiniz? Hamınız mənə qarşı üsyan elədiniz. Rəbb belə bəyan eləyir, övladlarınızı nahaq yerə cəzalandırdım. Çünki onlar ibrət götürmədilər. Öz qılıncınız qırıb çatan aslan kimi peyğəmbərlərinizi tələf elədi. Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət eləyin. Məyər mən İsrail üçün bir səhra oldum, yaxud bir zülmət ölkəsi oldum? Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq, bir daha sənə tərəf gəlmərik? Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət məni unutdu. Oynaşlarının ardınca düşməkdə nə qədər mahirsən. Ən pis arvadlar belə səndən dərs ala bilər. Sənin ətəklərin öldürdüyün məzlum, günahsız adamların qanına bulaşıb. Halbuki onları oğurluq üstündə tutmadın. Hələ bundan belə sən deyirsən, mən təqsirsizəm, Rəbbin qəzəbi hökmən məndən yan keçəcək. Bax, mən səni mühakimə eləyəcəyəm, çünki günah eləmədiyini söyləyirsən. Nə üçün tez-tez dolanıb dönüklük eləyirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan. Oradan da əllərinlə başını tutub çıxacaqsan. Çünki bel bağladıqlarını Rəbb rədd elədi. Onlarla uğur qazana bilməyəcəksən.